Mayda 14 gün iş olmayacaq. Azərbaycanda Qurban Bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının müvafiq qərarına əsasən bu il 27-28 may tarixləri Qurban Bayramına təsadüf edir. Eləcə də 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq. Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilib. Bu səbəbdən 29 may tarixi də qeyri-iş günü sayılacaq. Beləliklə, 5 günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq. Qeyd edək ki, 9 may faşizm üzərində qələbə günü bu il şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq 11 may tarixi də qeyri-iş günü hesab ediləcək. Bununla da həftə sonları da daxil olmaqla may ayında ümumilikdə 14 gün iş olmayacaq. Onu da qeyd edək ki, Azərbaycanda 8 may qısaldılmış iş günü olacaq. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən bayram günündən əvvəlki iş günü 1 saat azaldılır. Bu səbəbdən 9 may faşizm üzərində qələbə günü ilə əlaqədar olaraq 8 may cümə ölkə üzrə qısaldılmış iş günü olacaq.